Gələcək hamiləlik və maliyyə məsələləri. Maliyyə təhlükəsizlik pulu yığırıq. Ən optimal məbləğ kredit ödənişlərini də nəzərə alaraq 6 ay yaşamağa kifayət edəcək qədər puldur. Hər ay sizə nə qədər pul lazım olduğunu hesablayın, 6-ya vurun, təxmini məbləğ budur. Amma pul yığmaq elə də asan məsələ deyil. Gəlin baxaq, nə etmək lazımdır. Ən əlçatan üsul bank tətbiqinizdə bir zərf açmaqdır. Hər yerdə bunların adı fərqli olur. Adını istədiyiniz kimi qoyun, amma daha ilham verici bir ad seçmək yaxşı olar. Avtomatik yığım bölməsinə keçin və həftəlik bu zərfə nə qədər pul götürə biləcəyinizə qərar verin. Üstünə bir 20% də əlavə edin və avtomatik yığım funksiyasını qurun. Üstəlik, bu zərfə bütün keşbekləri göndəririk, alış-verişləri yuvarlaqlaşdırırıq və qalan məbləği də ora götürürük. Bundan əlavə, əlbəttə, evdən çıxmadan pul qazanmaq variantları barədə də düşünürük. Siz hamilə olanda və ya artıq körpəniz olanda qismən işləməyə davam edə və maliyyə baxımından özünüzü rahat hiss edə biləcəksiniz. Məsələn, siz fabirlik məsləhətçisi ola bilərsiniz. Siz həm pul qazana, həm də digər analarla tanış ola, həm də pul yığa biləcəksiniz. Əsas odur ki, unutmayın, ideal maliyyə anı bəlkə də heç vaxt baş verməyə bilər. Amma hamilə qalmaq və sağlam körpə dünyaya gətirmək imkanı isə müvəqqətidir.